İki təyyarədə həyəcanlı anlar. Bakıya məcburi eniş edildi. Finlandiyanın Finnair aviaşirkətinə məxsus Helsinki-Phuket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş eləmək üçün müraciət edib. Bu barədə reporta Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş eləyib. Bununla yanaşı Cargolux Airlines aviaşirkətinə məxsus Zhengzhou Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Boeing 747 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 8:32-də təhlükəsiz şəkildə eniş eləyib.